Salam aleyküm hər birinizə dostlar. Bugün deməli nə edirik? Sizinlə birlikdə öz orijinal hesabınıza necə profil server qoşmaq olar, onu göstərəcəm. Deməli bu hər kəsdə görsənir. 100% bansızdır. Baxın, öz hesabıma qoşacağam. 53 səviyyədir. Deməli keçək qurulumuna. Yorumlarda verəcəyim linklərə girirsiniz. Baxın. Birinci bu faylı yüklüyorsunuz. Baxın. Verəcəyim linkdən bunu yüklüyorsunuz. Deməli. Bunu yüklüyorsunuz. Mən yükləmişəm deyini yükləmək olmur. Yəni təzədən yükləyim də. Bir də baxın, bu mıhtıman geri yüklüyorsunuz. Üstüne vurursunuz, satacaq mıhtıman geri. Bir də bunu yüklüyorsunuz. Yüklədikdən sonra həm Free Fire, həm Free Fire Max-a qoşmaq olur. Deməli, giririk Telegram nəydi? Mıhtıman geri baxın bu proqrama. Bura girəndən sonra baxın, siz buna icazət verirsiniz. Deməli, sol tərəfdə baxın, girirsiniz Dorlandlara. Baxın, bu Dorland. Üstünə Kur'an kimi atırırsınız. Buradan baxın, yüklədiyiniz faylı tapırsınız. Bu faylın içində jeston var. Bunun üstünə bir dəfə vurursunuz. Yenə bura vurursunuz. Gördüyünüz kimi baxın. Profil server. Bura vurursunuz. Sonra sağ tərəfdən eləyirsiniz. Baxın, burada Android var. Onu tapıb üstünə vurursunuz. Sonra burada data var. Baxın, datanın üstünə vurursunuz. Vurandan sonra oynadığınız Free Fire tapırsınız. Baxın, mən Free Fire sadəsində göstərəcəm, yəni normalında. Gördüyünüz kimi Free Fire normalının üzərinə vurduqda belə bir yer gəlir. Buradan files var. Ora vurursunuz. Gördüyünüz kimi baxın. Bunun üzərindən basılı tutub çıxarış var. Ona vurursunuz, tamam deyirsiniz. Deməli, sonra girirsiniz Free Fire. Bu ID'ni kopyalayırsınız. Kopyalayırsınız. Free Fire yaddaşına silip təzə girirsiniz. İndi görək olur mu? Gördüğünüz kimi oldu. Baxın. Baxın, oldu. Burada indi yuxarıda görürsünüz. Bu verəcəyi ID-ni bir qırağa yazırsınız və ekran şəklini çəkib yaza da bilərsiniz. Deməli, verəcəyim sayta girirsiniz. Burada koda 1 saatlıq ya da bir neçə 40 və yaxud da 50 dəqiqəlik giriş alırıq. Deməli, baxın, bu şey sizi biraz nervlədə bilər. Yəni biraz bu saytın yaradanı reklamları həddindən artıq çox qoyur. Buradan glossy qoyuruq. Başdan deyim sizə. Burada biraz pis şeylər gələ bilər. O mənlik deyil. Buradan baxın, continue var. Bura vurursunuz, geri qayıdırsınız. Bir də vurursunuz, burada ID-nizi yazırsınız bura. Üstünə basılı tutursunuz. Baxın, vurursunuz, geri qayıdırsınız. Üstünə basılı tutursunuz, yerləşdir deyirik. Glossy. Biraz adamı sinirləndirir bu ekranlar. Bir-iki dəfə elədikdən sonra olur özünüz. Bura vurursunuz, baxın buna. Buradan ikinciyə keçirik. Buradan continue'ya vurursunuz. Geriyə qayıtsınız. Yenə.
Çalışın ki çox vurmayın, yoxsa əməkləriniz boşa gedə bilər. Burada Zulasiyə geriyə qayıdıb təzən vurursunuz. Burada elmas zat xərcləmək olur. İfadələr və digər şeylər qarşıdakı rəqibdə görsənir. Amma bir problem var. İnternet biraz zəif olur da. Baxın, indi gördüyünüz kimi oldu. 50 dəqiqəlik, 51 dəqiqəlik verdi. İndi giririk Free Fire'a. Ekrana bir dəfə vururuq. Gördüyünüz kimi mən girəcəm. Baxın, öz hesabımı qoşmuşam, öz artcan hesab. Baxın. Qabaqcadan ID-nizi kopyalayırsınız bunu eləməmişdən qabaq. Gördüyünüz kimi baxın. Öz hesabımda. Gördüyünüz kimi baxın. Biraz internet zəif ola bilər. Bir neçə saniyəlik donur, sonradan öz-özünə düzəlir. Baxın. İfadələr. Hər kəsdə görsənir bu ifadələr. Elmas xərcləməyə girək bir. Yeni gələn boya pas almamışam. Girək bunu alaq. Bakın elmas da gelir. Sonunda aldık. Sonra buradan bunu alalım. Uyda. Qəşəng verdi. Çıxartdıq bunu. Qəşəng bunu çıxartdıq. Hesabımızda bu yox idi, ona görə bunu çıxardıram. Hesabımızda olsa, baxın bu ifadələr ki, event yazar. Bir neçə min elmas getdi, birini çıxartmağa gedir. Neyse bu kalanlara da bakalım buradan alalım. Buradaki bir dakika uydu. Köynə elmas gəlib baxın, köynə baş. Sakura. İndi necə bağlamaq lazımdır, onu da göstərəcəm. Amma sağlam indi. Sonra. Buradan. Baxın, bu paltarlar da var burada. Əgər sizlər belə görsənməyə bilər, yəni daha doğrusu. Bu belədir. Bir ifadədir. Buradan boya pas. Buradan gəlişsə falan filan. Boya pası asaq.
Birazın için seviyeciğim artık. 299 olur max. Aha, Allah bunların hamısını. Şimdi çıkartmak için neymiş? Bakın. Yani bu manca geçecek. Manca geçeceğinden sonra. Burada gördüğünüz bu faylı bakın. Bu faylı silirsiniz. Sil dedikdə tamam deyirsiniz. Bakın. Bir defa yaddaşdan silirsiniz. Faylı. Sonra bakın təzədən gerek. Bakın. Şimdi giriş gördüğünüz gibi. Hazır değil. Bu kadar. Orada yani yeni gelenleri gösterir. Burada bu kadar cevap. Sağ olun, özünüz salamat, yaxşı bakın. Yeni videoların gelmesi için yorumlara devam yazın ve kanalıma abone olmayı, like atmayı unutmayın ki bir videoların devamı tez gelsin.